Allahümme salli ala Muhammed ve ali Muhammed. İnşallah hər kəsin bu məclisdə zəhməti olubdur, bu məclisi təşkil edibdir. Başda Kərbəlayı Şəhriyar olmaqla, həmçinin bütün bura xidmət eləyirlər, həmçinin sizlər gəlmişsiniz. Özünüzün, ailənizin səlamətliyi üçün salavat zikr eləyin. Allahümme salli ala Muhammed və ali Muhammed. İmam Zaman ağanın təcili zuhuru üçün salavat. Allahümme salli ala Muhammed və ali Muhammed. Kərbəla şəhidləri, öz şəhidlərimiz haqqında salavat. Allahümme salli ala Muhammed və ali Muhammed. Xəstələrimizin dərdi bilinən, bilinməyən xəstələrimizin şəfa tapması üçün salavat. Allahümme salli ala Muhammed və ali Muhammed. Allah Teala bizləri Əli əleyhissalamdan ayırmasın. Onun şəfaətindən bir nəsib olmayaq. Salavat zikr eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. La uqsimu bihadzal balad ve ente hillun bihadzal balad. La uqsimu bihadzal baladi ve ente hillun bihadzal balad ve validin ve ma walad. Laqad خلقنا الإنسان في كبد. لقد خلقنا الإنسان في كبد. أيحسب أن لن يقدر عليه أحد. أيحسب أن لن يقدر عليه أحد. يقول أحلقت مالا لبدا. أيحسب أن لم يره أحد. ألم نجعل له لسانا وشفتين. ألم نجعل له عينين ولسانا وشفتين ولسانا
شفتين وهديناه النجدين فلقتحم العقبة وما أدراك ما العقبة وما أدراك ما العقبة فك رقبة أو إطعام في يوم ذي مسغبة يتيما ذا مقربة أو مسكينا ذا متربة ثم كان من الذين آمنوا وتواصوا ثم كان من الذين آمنوا وتواصوا بالصبر وتواصوا بالمرحمة أولئك أصحاب الميمنة والذين كفروا بآياتنا هم أصحاب المشأمة عليهم نار مؤصدة صدق الله العلي العظيم اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار صلوات اللهم صل على محمد وآل محمد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما اللهم صل على محمد اللهم صل على محمد وآل محمد اللهم صل على محمد وآل محمد وعجل فرجهم Peygamber, Ali Peygamber'e salavat zikrediyek. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Kərbəlayı Vaqif qardaşımız gözəl Quran tilavət elədi, könlümüz oxşadı, ruhumuz oxşadı. Allah ondan razı olsun. Özünün, ailəsinin salamatlığına, ömrünün, nəfəsinin, elminin bərəkətli olmasından ötəri salavat zikr eləyək. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in.
Rabbi şrah li sadri və yassir li amri və hlul uqdata min lisani yefqahu qavli. Sadaqallahul aliyyul azim. Bir daha əzizlərim, səsimi eşidən hər kəsi, əziz möhtərəm məscidimizin əhli, mümin qardaşlarım, bacılarım, cümləmizi salamlayıram. Allah bu mübarək günü, bu mübarək mövludu, bayram gününü cümlə müsəlmanlara, cümlə əhl-i beyt sevərlərə mübarək qərar versin. Allah bizləri həm dünyamızda, həm axirətimizdə əli və övladı əli ilə məhşur eləsin. Allah ömrümüzün son anına qədər Peyğəmbər və onun əhl-i beytinə olan məhəbbətini qəlbimizdən bir göz qırpımı da belə olsun, azaltmasın. İnşallah ki, qeyd etdiyimiz kimi ki, Həzrət Əli əleyhissalamın mövludu münasibəti ilə ki, cəm olmuşuq bura. Eyni zamanda mən sizləri çox yormayacam, çox vaxt aparmağa çalışmayacam. Dəyərli məddəh qardaşımız, Şamil qardaşımız Kərbəlayı Samir də buradadır. İnşallah gözəl səsi ilə, nəfəsi ilə Mövlamızın şənini yazılmış gözəl mədhiyyələrdən bizim üçün oxuyar, biz də daha xoşnud olarıq. Təbii ki, əzizlərim, mən günorta o cümə xütbəsində də bu sözü işlətdim. Bu günlərdə bir neçə günləri biz elə bayrama qarışıb deyə bilərik bu günləri. Təbii ki, bu axşam artıq şam azanından sonraki Rəzəb ayının 13-cü günü ki, daxil olur üzümüzə gələn, yəni bu axşam və sabah Rəzəb ayının 13-cü günü ki, Mövlamız Əli əleyhissalamın mövlud günü yanaşı, 2 gün bundan öncə İmam Cavad əleyhissalamın mövlud günü, Əlyəskər balamız, İmam Hüseyin əleyhissalamın körpə balası Əlyəskərin mövlud günü və eyni zamanda Rəzəb ayının öz fəziləti, öz üstünlükləri ki, həqiqətən də Allahın bizlər üçün təyin etdiyi ən üstün günlərdən, ən üstün gecələrdən biridir. Çalışaq ki, bu günləri, bu gecələri oruçla, namazla, dua ilə, zikirlə, Quran tilavət etməklə dəyərləndirməyə çalışaq. Ömrümüzün hər anının, hər nəfəsimizin qədrini, qiymətini bilməliyik, yazılarım. İmam Cəfər Sadiq əleyhissalamın belə bir kəlamı var. Ağa buyurur ki, aldığımız nəfəs ömrümüzün sonuna doğru atılan bir addımdır. Bu nəfəsləri almaqla, bu addımları atmaqla biz ömrümüzü dəyərləndirməyi bacaraq. Allahın bizə verdiyi bu nemətin qədrini bilərəkdən bu nemət deyiləndə, yəni Allahın bu ömür nəzərdə tutulur ki, bu ömrü Allah bizlərə bir nemət olaraqdan bəxş edibdir. Bir daha verilməyəcək, bir daha düşməyəcək bu fürsət hələ. Təbii ki, Mövlamız Əli əleyhissalam haqqında danışmaq həm şərəflidir, həm qürur vericidir, həm məsuliyyətlidir. Hər bir söz deməyə layiqdir bu məsələ. Belə ki, Allah rəhmət eləsin, Molla Mehrəli adında bir şəxs olubdur. Yazdıqlarının çoxu ərəbcə idi. Orada bir beyt yadımda saxlamışam, 2 beyt yadımda saxlamışam orada. Deyir ki, Ha aliyyun bəşərin keyfə bəşər, Rabbuhu fihi təcəllə və zəhər. Fələkin fihi nucum, sadafun fihi durar. Bura qədərin yadımda saxlamışam. Allah ruhun şad eləsin ustadın. Əli bir bəşərdir, amma necə bəşər? Amma necə bəşər? Onda elə xüsusiyyətlər vardır ki, Allah onda elə xüsusiyyətlər təcalla eləyibdir ki, Əlini və onun xüsusiyyətlərini tanınan insan Allahı tanımış hökmündə ola bilər. Əgər bir insan Allahı tanımaq istəyirsə, Əliyə baxsın. Çünki Allahı tanımağın yolu ondan keçir. Fələkin fihi nucum, sadafun fihi durar. O fələklər içində bir fələkdir ki, ulduzlarla dolu.
fikir verir. Fələklər içində, fələk deyəndə bizim müasir elm alimlərimiz, elmlə məşğul olan insanlarımız bu galaktika adlandırdıqları nəzərdə tuturlar bunu. Fələk deyiləndə bu galaktika, bizim zahirən gördüyümüz, yaşadığımız bu galaktika nəzərdə tutulur ki, sayı yox, hesabı yox, nə qədər fələklər var, nə qədər galaktikalar var. Əli onların içində elə bir fələkdir ki, ulduzlarla dolu. Və sədəflər içində elə bir sədəfdir ki, dürlə dolu. Yəni, bunun bir işarə olan, arifə bir işarə bəs edir həmişə. O sədəflər içində bir sədəfdir, yəni onun nəslindən gələsi imamlar nəzərdə tutulur. Eyni zamanda onun dilindən car olmuş, zahir olmuş kəlmələr nəzərdə tutulur. Əli belə bir insan, belə bir bəşər olubdur. Xatırlayıram, adı yadımda deyil nə idi? Müasir Avropa alimlərindən birinin belə bir deyimi yadımda qalıbdı. Deyərdi ki, əgər desəm ki, Əli İsa'dan üstündür, buna imanım, dinim yol verməz. Xristiyandır axı özü. Özü xristiyandır. Yox desəm ki, İsa Əlidən üstündür, buna vicdanım yol verməz. Yəni, gör necə, hətta müsəlman olmayan elm əhli, alimlər, dərk edən insanlar o Həzrəti gör Peyğəmbərlə müqayisə edirlər. Əslində o birinci dəfə deyil Həzrət Əlinin Peyğəmbərlə müqayisə olunmağı. Həmişə olubdur bu. Eyni zamanda o Həzrətin o Mövlud günündən danışanda müəyyən məsələlər lazımdır ki, bir ab-havanı elə bir formada yaşadaq ki, məclisimizdə belə deyək də bir bayram ab-havası yaşanmış olsun, bir bayram üslubuna yaxınlaşmış olsun. İndi belə deyək də tanımadığımız nə qədər söz ustadları, ta klassiklərdən üzübəri, Nizamidən, Füzulidən üzübəri, filosoflar, filanlar nə qədər olublarsa, ən üstün filosoflar, ən üstün alimlər hamısı Əli haqqında söz deyibdilər. Araşdırsan, baxsan, hətta onların içində elələri var ki, heç nə müsəlmandır, nə xristiyandır, nə yahudidir. Heç belə inancı olmayan insanlar da var ki, Həzrət Əli əleyhissalam haqqında söz deyibdilər. Çünki Allahın vəlisi haqqında, Allahın xəlifəsi haqqında söz sahibləri, söz ustadları deməyə bilməzlər. Deməyə bilməzlər. Mən o bəzi məsələlər var ki, tarixdə günümüzə gəlib çatmış, laf belə şifahidən, əyanidən fərqi yoxdur, yazılıb şəkildə, hədislərdən bizə gəlib çatan bəzi məsələlər var. Mən onların üstündə çox dayanmaq istəmirəm. Həzrət Əli əleyhissalamı Vələdül Kəbə adlandırırlar. Kəbənin oğlu, Kəbənin övladı. Bəşər tarixində o həzrətdən başqa elə bir şəxs olmayıbdır ki, Allah evinin içində, Kəbə evinin içində dünyaya göz açsın. Yəni, bunun üstündə mən dayanmaq istəmirəm. Bu mövzunu hamımız bilirik bu məsələləri hamısını. Amma burada bir xırda nüanslar, incə məqamlar var. İncə məqamlar var. Həman o xristiyan alimin sözünə təşbih olsun deyə deyirəm bu sözü. Hədislərdə var ki, Həzrəti Məryəm İsa'nı dünyaya gətirəsi olanda ki, Beytül Müqəddəsdə ki, bir xidmətçi idi, bir rahibə idi, xidmət edirdi. Mələklər ona vəhi gətirdi ki, ey Məryəm, buradan çıx, şərq tərəfə doğru get, bir o ağacın dibinə. Bizim hədislərdə var, deyərlər, xurma ağacını göstərdi ona. Bir qurumuş xurma ağacı var idi. Bəzi o xristiyan mənbələrində, alimlərində var ki, deyərlər, zeytun ağacını göstərdi, fərq eləməz. Bir qurumuş bir ağac vardı, get ora, bura Allaha ibadət olunan bir evdir. Amma Əli dünyaya gələsi olanda onun anasını mələklərin vasitəsilə Allah Taala gətirdi, Kəbə evinin içində. Özdən necə? Qapı qaldı bir yanda, divar yarıldı, getdi. Tarixdə var, hədislərdə var ki, Əsəd qızı Fatimə deyərmiş ki, özümdən asılı olmayaraqdan, qeyri-ixtiyarı olaraqdan mən girdim oraya içəri, Kəbənin evinə. Əli orada dünyaya cəzasıdır.
İndi bax, həmin o xristiyan dediyi, alimin dediyi sözün. Halbuki, Kəbə Beytül-Müqəddəsdən də üstün bir məqamı var. O divarın yarılması filan, bax, həmin məsələlərə toxunulur. Mən yenə də deyirəm bu sözü ki, Mövla haqqında danışmaq, onun haqqında danışmaq çox böyük məsuliyyət tələb edir. Biz kimik ki danışaq onun haqqında? Biz elə bir cüzi miqdarda müəyyən öyrəndiklərimiz, eşitdiklərimiz, yadımızda qalanlarla nəsə bir ab-hava yaratmaq istəyirik söhbətlərimizlə. Peyğəmbər əleyhissalamdan Peyğəmbərdən sonra yer üzündə, bəşər övladında, Adəm övladı arasında hansı bir xüsusiyyətlər olursa olsun, o göstəriləndə Əli ibn Əbi Talib həmişə öndə göstərilibdir. İbadət desən, kimin ibadəti çata bilər onun ibadətinə? Səxavət desən, kimin səxavəti çata bilər onun səxavətinə? Ədalət desən, kimin ədaləti çata bilər onun ədalətinə? Təvazökarlıq desən, sadəlik desən, əzəmət desən, hər bir şey, hansı bir xüsusiyyət desən, hansı bir şəxs çata bilər o həzzətə? Çata bilməz. Çata bilməz. Budur ki, yəni, ona görə də elə məhz o qədimdən üzübəri, klassiklərdən üzübəri, filosoflar, alimlər həmişə öz sözlərində, öz kəlamlarında toxunublar Əli ibn Əbi Talib əleyhissalama. Eyni zamanda, təbii ki, Əli əleyhissalamın ki, məşhur kəlamları toplanmış, əlimizdə olan, kitab şəklində olan ki, kitab halında olan Nəhsül Bəlağa kitabı ki var, əzizlərim. Bir çox müsəlman alimləri, həqiqi müsəlman alimləri Nəhsül Bəlağaya Qur'anın qardaşı deyərlər. Həzrət Əli əleyhissalamın kəlamları toplanmış bu kitab həqiqətən də elə adında fikir ver, Nəhsül Bəlağa, bəlağətin hikməti. Oradakı o, indi əlhəmdülillah olsun, tərcümələr olunub, çap olunubdur, əlimizdə də var, hər bir forması da var. Çalışırıq onlardan da faydalanmağa. Oxuyanda o cümlələrin quruluşuna, o cümlələrin deyilişinə, oradakı bəzi incə məqamlara toxunanda həqiqətən də adam heyrətə gətirir. Aleykum salam. Eyni zamanda Əli əleyhissalamın imamət məsələsi, vilayət məsələsi, xilafət məsələsi biz hamımız bilirik ki və bilmək də bizim borcumuzdur ki, bu məsələlər özü isə Allahın bəşəriyyətə verdiyi bir nemətdir, ən üstün bir nemətdir. Bu ibadət, xilafət, imamət məsələləri. Özdə əzizlərim, mən bir söz deyim sizlərə. Bir xatırlatma olsun bu söz. Hamımız bilirik ki, Əmir əl-Möminin sözü yalnız və yalnız Həzrət Əli əleyhissalama məxsus olan bir sözdür. Hətta İmam Cəfər Sadiq əleyhissalamın kəlamlarında var ki, ətrafındakı sahabilər müraciət edəndə Əmir əl-Möminin deyən müraciət edilir, İmam cavab verdi ki, xeyr. Əmir əl-Möminin yalnız cəddim Əbu Talib oğlu Əliyə məxsus olan bir sözdür, müraciət formasıdır. Ondan başqa heç kimə müraciət olunmaz. Təbii ki, şeytan ölməyibdir, heç vaxtda ölməyəcək. Allah da Allah qüdsi hədislərin birində Peyğəmbərimizə buyurdu ki, ya Peyğəmbər, Musa Peyğəmbər aleyhissalama buyurubdur. Dedi, ey Musa, şeytanın öldüyünü gözünlə görməyincə heç vaxt amanda olduğunu düşünmə. Yəni, gözlə görməyincə şeytan yoxdur, məhv olubdur, insan heç vaxt amanda olduğunu düşünməməlidir. Şeytanın işi nədən ibarətdir? İnsanları doğru yoldan, gözəl yoldan, Allaha aparan yoldan, Allahın istədiyi yoldan yayındırmaq. Şeytanın işi bundan ibarətdir. Bu da açıqca bir məsələdir də. Ayələrdə var o barədə, mən hamısına toxunmaq istəmirəm. Şeytan Allahın dərgahından qovulanda, lənətlənəndə, Allah Taala'dan istədi ki, mənə möhlət ver. Allah da buyurdu ki, bəli, o
məlum günə qədər, yəni qiyamət gününə qədər sənə möhlət verəcəm. Amma illəl muxlisin. Xalis bəndələrimdən başqasına vəsvəsə edə bilməyəsən. Xalis bəndələrimdən başqasına. Xüsusən də Allahın təyin etdiyi onlar üçün o hidayətə aparan yol, o gündə neçə dəfələrlə ki, İhdinəs sıratəl müstəqim deyib, başımızı yerə döyüb, rükuya səcdəyə gedirik. Bax, məqsəd ondan ibarətdir. Şeytan insanları həman o sıratəl müstəqimdən uzaqlaşdırsın. O yolla getməyə qoymasın. Bax, məqsəd bundan ibarətdir. Əgər bir insan səmimi olaraqdan, xalis qəlblə, səmimi qəlblə o sırat-əl müstəqimi dərk eləsə, xoş onun halına. Yox, elə dildə 100 dəfə təkrar dayanmadan sırat-əl müstəqim desə də, yenə xeyri yoxdur. Gərək dərk eləyərəkdən deyə bu sırat-əl müstəqimi. Məhz bizim əlimizdə olan, mənbələrimizdə olan hədislərimizdə, bizim əqidəmizdə məzhəbimizin rəisi Cəfər Sadiq əleyhissalamın kəlamlarında bunlar hamısı bizim üçün açıqlanır ki, məhz Allahın bizdən istədiyi ki, biz belə deyək ki, İhdinə sıratəl müstəqim, sıratəl ləzinə ənəamtə aleyhim. Allahım, bizi doğru yola neymət verdiyi şəxslərin yoluna hidayət et. Bu sözdə bir mənalı olaraqdan, indi bunun belə deyək də, cürbəcür kimin ağlına nə gəldi, nə bilim, biri qrammatik formada izah verməyə çalışır, biri bədii formada izah verməyə çalışır, biri tarixi formada izah verməyə çalışır. Amma bir məna olaraqdan, əzizlərim, bu sırat-əl müstəqim sözdən məqsəd Peyğəmbər və onun əhl-i beyti nəzərdə tutulur. Kim səmimi qəlbdən istəyir xoşalına, kim elə nə cür istəyirsə özü bilər. Məhz şeytanın da işi budur ki, həman sırat-əl müstəqimdən insanları uzaqlaşdırsın. Dildə deməklə deyil ki, ayə var məşhurda, Allah insanın qəlbinə baxar, içərisinə, ürəyinə baxar, zahirinə baxmaz. Bax, məsələ buna bağlıdır. Və bu xüsusda da o sırat-əl müstəqimin ən öndə gedəni kimdir? Əmir-əl-Möminin Əli ibn Əbi Talib əleyhissalam. Burada bir açıqlama deyim, bax. Ənəamtə aleyhim, neymət verilən şəxslər. Neymət verilən şəxslər kimdir? Qur'anın ayəsinə baxırıq, Ənam surəsində Allah Teala buyurur ki, şəhidlər, siddiqlər, əməli salihlər, neymət verilən şəxslər bunlardır. İndi baxırıq bunda bir balaca, elə öz yanımızdan belə bir müzakirə formasında, müqayisə edirik özümüz öz yanımızdan. Şəhidlərin önündə gələni, mehrabda namaz qılarkən şəhid olan kim oldu? Əli ibn Əbi Talib. Siddiq, doğrusular deyəlimdə, sadiqlər kim oldu? Peyğəmbəri sadiq olan kim oldu? Ən sadiq olan Əli ibn Əbi Talib. Və s. və s. Hər bir məsələdə Əli ibn Əbi Talib əleyhissalam özünü göstərdi. Məhz bu həmən sırat-əl müstəqimdir. Burada yadıma düşür, Allah rəhmət eləsin, Mövlananın bir sözü düşür yadıma. Deyir ki, farsçası yazmışdı o vaxtı, hələ bizə tərcümə olunmamışdı. Nəhsül Bəlağənin haşiyəsində tərcümə ilə vermişdilər bunu. Haradasa 97-98-ci illər yadımdadır. Təzə bizdə tərcümə olunmuşdu. Nəhsül Bəlağənin haşiyəsində Əz-Əli amuz-i ixlas-ı əməl şir-i həqradən münəzzih əzdəğəl çon tobab-ı an mədin-i ilmirə çon şuay-ı afitab-ı hilmirə. İxlası da, əməli də, əlidən öyrən. Haqqın şirini hilədən münəzzih bil. Ya Əli, sən elmi şəhərinin qapısısan, sən hilmi günəşinin nurusan. Bazı baş ey bab-ı rəhmət taəbəd, bariqahmə ləhkufuvan əhəd. در şücaət şiir-i Rəbbanisti, در mürüvvət xadəki danət kisti. Ey Allahın rəhmət qapısı,
Əli əleyhissalama müraciət formasıdır. Ey Allahın rəhmət qapısı, bağlanma, bizlərə rəhmin gəlsin, bağlanma bizim üçün, əbədi olaraq açıq qal. Ya Əli, dər şücaət şiiri Rəbbanisidir. Şücaətdə Allahın şiirisən. Şücaətdə Allahın şiirisən. Dər mürüvvət xadəşi danət kisdir. Amma mürüvvətdə, ərlikdə, mərdlikdə kimliyini kimsə bilməz. Kimsə bilməz. Həqiqətən bu günləri biz belə bir şəxsin adına cəm olmuşuq bura. Belə bir şəxsin məhəbbəti ilə cəm olmuşuq bura. Onun tərifini göydə mələklər deyib. Xatırlayırıq, mən hamısını bir deməyə gücüm çap. İstəmirəm, çox vaxtınızı alam. Soyuqlu havada, yağışlı havada gəlib cəm olmuşuq. Bir cüzü də olsa, Samir qardaşımız inşallah gözəl avazına, səsindən daha da gözəlləşdirər məclisimizi. La fəta illa Ali və la seyfə illa Zülfüqar. Kim deyib bu sözü ilk dəfə? Göydə mələklər Cəbrail əleyhissalam buyurdu. Hamımız bilirik bu tarixi, bu hədisi. Xəndəkdə qılıncı çalanda, Əmir ibn Əbdüvədin başından qılıncı indirəndə Peyğəmbərimiz təkbir gətirdi ki, Cəbrailin səsini eşitdim, göydə belə dedi. Əlidən başqa igid, Zülfüqardan başqa qılıncı yoxdur. Mələklər onun tərifini dedilər. Bütün ins, cins. Ey vücudi, xilqəti, zatı, səxavət, ya Əli. Aləmin imkanı sən kanı rəhmət, ya Əli. Aləmin imkanı sən həmvəsi-i haqq sən. Canişin Mustafasan, həmvəsi-i haqq sən. Həm əlisən, həm vəlisən, həm vəsi-i haqq sən. Bir zərrə cüzbündə var, kəşf-i kəramət, ya Əli. Fikir ver ora. Onu biz həmişə o hissələrini böyüklərimizdən, babalarımızdan, əmilərimizdən nağıl formasında, hədis formasında eşitmişdik. Amma Allah rəhmət eləsin, Mirzəlal necə gözəl razmə səhifdir. Ərşin, kürsün, sütunu, səmbər zəminin ləngəri, zahirə tək çıxardın sən məzhəbi Peyğəmbəri. Ey müşərrəf eyləyən İslamə, cəmi kafəri, bunları təklif edən kəlmə-i şəhadət, ya Əli. Biz belə bir şəxsin, belə bir Mövlanın adına cəm olmuşuq bura. Və xüsusən də ki, mən indi bunları hamısını yekunlaşdırmaq üçün bir neçə dənə məsələ ilə yekunlaşdıracağım, sizləri çox yormayım. Təbii ki, Mövlanın öz sözüdür ki, nədən danışırsan danış, ən tutarlı dəlil Qur'an-ı Kərimdir. Ağa Əli əleyhissalam buyurur ki, Qur'andan başqa dəlillər taxtadan düzəlmiş körpüyə bənzər. Baxırıq Qur'an-ı Şərifə, mümin qardaşlarımızın, namaz əhlinin, Qur'an əhlinin tam əksəriyyəti bu ayələrin neçəsini belə əzbərdən bilirlər ki, məhz Həzrət Əli əleyhissalamın şəninə nazil olmuş ayələr. Həmişə birinci deyiləndə ən çox yada düşən ayənin biri, tutaq ki, məvəddət ayəsi, vilayət ayəsi. Amma bir ayə çox yerlərdə, çox söhbətlərdə az toxunulur bu ayəyə. Bəqərə surəsinin 207-ci ayəsi. Bilirsiniz bu ayə nə vaxt nazil olub Peyğəmbərə? İnsanlardan da bəziləri var ki, Allah yolunda öz canlarından keçərlər. Ayənin mövzusu bundan keçir. Hicrət gecəsi, Peyğəmbər Məkkədən Mədiniyə hicrət edəsi olanda ki, Əli əleyhissalamı ki, öz yatağındakı saxladı ki, sən burada mənim yatağımda qal, kənardan baxanlar görsünlər ki, burada yatılı şəxs var. Elə bilsinlər Peyğəmbərdir. Bax, həmən vaxtda nazil oldu bu ayə. Əli əleyhissalamın şənli olan ayələrdən biridir. Və yaxud İnsan surəsinin 8-ci ayəsi, hələ 8-9 ardınca ayələr var orada.
Məşhur ayədir. Həmişə bu ayənin ətrafında çox söhbətlər edərik. Və yut'imuna ta'ama ala hubbihi miskinan və yetiman və asira. Özü ac olduğu halda, özünün yeməyə, təama ehtiyacı olduğu halda əlində olan ruzini miskinə, yetimə, əsirə verdi. Gör, həqiqətən də bu, o səxavətin, o ibadətin, ondan sonra ədalətin ən üstün mərtəbəsi deyilmi ki, özü oruç tutubdur, özünün meyli var, azdır, yeməlidir, amma öz təamını verdi miskinə, yoxsula, yetimə. Üzüyün ruşu da zəkat verdi. Və s. və s. Mən bunların hamısı toxunmaq istəyəm. Təbii ki, bu qədər danışılan sözlərin, indi yadımızda qalanları danışmağa çalışırıq, öyrəndiklərimizi danışmağa çalışırıq. Yazırlar, cilis-cilis kitablar yazılarlar, danışılarlar. Heç vaxt da qurtarmaz, azalmaz, daha da şiddətlənər, daha da rövnəqlənər. Amma təbii ki, bunların hamısında öndə gələnməz Qur'an-ı Şərifdə, mən bir hədis deyim sizlərə, əzizlərim. Peyğəmbərimizin əmisi oğlu Abdullah İbn Abbasdan gələn bir hədisdə göstərilir ki, Abdullah İbn Abbas buyurdu ki, əmim oğlu Əli İbn Əbi Talib haqqında 300 Quran ayəsi bilirəm. Təsəvvür elə bu nə deməkdir? 300 Quran ayəsi bilirəm. Abdullah İbn Abbas belə demişdi. Başqa səhabələr haqqında da, başqa müsəlmanlar haqqında da ayələr çoxdur təbii ki. Amma burada bir dənə istisna deyəcəm sizlərə. Qeyri-səhabələr kimliyindən asılı olmayaraqdan, başqa səhabələr haqqında neçə dənə ayələr var ki, o ayələrin mahiyyətinə baxanda, tutaq ki, səhabənin biri nəsə bir hərəkət elədi, nəsə bir söz dedi, nəsə bir əməl göstərisi gələndə, Allah ona göstəriş verir ki, bu belə yox, belə olmalıdır. Bunun qaydası bu deyil, budur. Bütün sahabələrin hamısı haqqında olan ayələri araşdırsaq, hamısında bu formada var ayələr. Yeganə şəxs Həzrət Əli əleyhissalam haqqındadır ki, ayələr gələndə onun etdiyi işi, onun dediyi sözü, onun əməllərini tərif və təsdiq edir. Heç bəlkə də bir çox əzbərləyirik, oxuyuruq, heç bəlkə də çox vaxt bunun fərqinə varmırıq. Həmişə Qur'an-ı Şərifi oxuyanda tədəbbürlə oxumaq, düşünərəkdən, mahiyyətini araşdırmaqla oxumaq həmişə tövsiyələr olunur. Ki, bir ayəni oxuyanda o ayənin mahiyyəti haqqında bir balaca düşüncəyə dalaq, bir təfəkkürə dalaq. Oxuduqsa, qarşınıza müəyyən mövzuda ayələr çıxanda bir balaca onun haqqında düşünmək lazımdır. Bax, Mövlamız belə bir şəxs olmuşdur. Belə bir şəxs olmuşdur. Mən yenə də deyirəm, sizləri çox yordum, haqqınızı halal eləyəsiniz. Mövlanın haqqında nə qədər danışa bilərsən, təbii ki, çox məsuliyyət daşıyır. Amma Samir qardaşımız, Kərbəlayı Samir əzizimiz buradadır. İnşallah çox yubatmayaq. Belə soyuqlu, yağışlı havada da uzaq yoldan gəlibdir. Allah ömrünə, nəfəsinə bərəkət versin. İnşallah səsi ilə, avazı ilə, Mövlamızın şənini olan sözlərlə bizləri daha da, məclisimizi daha da rövnəqləndirər. Peyğəmbər, Ali Peyğəmbərə salavat çək eləyək. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Ya Allah. Allah əzizlərimdən razı olsun. Hacı Şəhriyar qardaşım, Qur'an oxuyan qari əzizim qardaşım, Allah səsinizə, elminizə, ömrünüzə bərəkət versin və belə gözəlliklərdən, bu Allahın istədiyi, sevdiyi yoldan ayrı salmasın. Bu cəmlə bahəm inşallah. Bayramımız mübarək olsun.
Allah bizləri Əli övladı Əlidən ayrı salmasın inşallah. İki dünya, dünya və axirət Əlinin həqiqi vilayətində bərqərar eləsin. Bu cəmi və istəyənləri inşallah. İnşallah həm bayramımızın mübarək olmasından ötürü, həm aqibətimizin iki dünyada xeyirli olmasından ötürü, Əlinin vilayətində, həqiqi vilayətində olmağımızdan ötürü siz əzlərdən bir dənə gözəl, ucalı sələvat istəyirəm. Allah səsinizi daha da uca eləsin inşallah. Bu səslər ki, bu dillər ki, Əlini zikr eləyir, qiyamətin günündə inşallah Allah bu dilləri lal eləməsin. Və qəbrimizin əvvəl gecəsi burada olunan zikirlər Əli əleyhissalama xatir inşallah köməyimizə çatsın. Və bu günləri, bu gözəllikləri Allah bizlərə çox görməsin. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Qurban olaram sənə. Bunu 4:50 ilə bir də exoları açarsan. Bugün dəhrə Əli Şahin vilagendi mübareydi. Bugün dəhrə Əli Şahi vila geldi mübareydir ki ümmetten bela gitti sefa geldi mübareydir. Muhammed Mustafa tayin eden vakti onu Mola. Meleklerden, feleklerden seda geldi mübareydi. Metahi dehrden her kim gözün çekti Ali mislim Huda zikri ona ruha gida geldi mübareydi. Ele nur eksidib hüsnü hakikat afitabinden bu zulmet aleme sanki ziya geldi mübareydi. Onun tek kim olar aşık Resulullah'a Allah'a müseffa eşkine haktan rıza geldi mübareydin. Xudaya suzi zarem ona sadık olan nöker. Mənə şahım Əli məthi əta geldi mübareydi mübareydi mübareydi. O nuri munceli geldi güzeller güzeli geldi. Feleği deyir, meleği deyir
Ali geldi, Ali geldi, Ali geldi, Ali geldi. Bu Heydər dərdə dərmandır, Tabibi dərdməndandır. Nəziri yoxdur aləmdə, hamı aləmə sultandır. Əmir el-Müminin Heydər gəlib aləmlərə sərvər edə İslam himayət ola yaver peyğəmbərə. Gözəller gözəli gəldi, Ali gəldi, Ali gəldi. Gülü bağı cinan gəldi, o şahin socan gəldi. Gəlib edə bu dünyanı səfayı gül sitan gəldi. Əzizan şahi vilayət, gözəl o mahi vilayət, olub Kəbədə anadan gəlib olum mədəni qeyrət. Gözəl surəti zibadir, Ali Mahı Dilaradı, yeryüzündə nəziri yox. Ali aləmə mövladır, Ali aləmə mövladır, Ali aləmə mövladır, Ali aləmə mövladır. Bu sözü deyək. Ali aləmə mövladır, Ali aləmə mövladır, Ali bəhbə Ali aləm. Səs və qurban bir də Ali aləmə mövladır. Səs və qurban Ali aləmə mövladır, Ali aləmə mövladır. İmam-ı əvvəl can-ı Peyğəmbər Həzrət-i Heydər Ali, şir dilaver Fatih Xeybər Hamiya sərvər Ali. Ali Ali Mola, Ali Ali Mola, tələsmə Ali Ali Mola, Ali Ali bundan da uca Ali Ali Mola. Ali Ali Mola,
çırağı rahim, sen penahim, dar o ne darim Ali. Razun yazım, zikr namazım, mehrem razım Ali. Ali Ali Mola, beh beh beh. Ali Ali Mola, beh beh. Ali bir de ucadan Ali. Ali 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 Mola ya Ali Ali Mola Ali Ali Mola Ali. Heyder Sefter Şafi-i Mahşer sahibi minber Ali. Eşk-i müsevver çeşme-i ether hamıya rehber Ali. İlleti hilgat sahibi solet medeni gayret Ali. Kenz-i şerafet şems-i hidayet eyni adalet Ali. Ali Ali Mola, beh beh beh. Sesime kurban Ali Ali Mola. Bundan da uca diye Ali Ali yorulma. Ali Ali Mola, beh beh beh. Ali 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 nur hidayet rah-ı saadet penah-ı ümmet Ali. Mani ismet behr sehavet humay rahmet Ali. Hüccet yazdan natik Kur'an menbe-i iman Ali. İmam-ı khubim şahit delirim mâh-ı munirim Ali. Ali Ali Mola, beh beh beh. Ses ve kurban Ali Ali. Her iki dünya sen bize Mola, yaver Taha Ali. Ey mehitaban server huban, et bizi mehman Ali. Lenger yerler zineti göyler, sağı-i Kevser Ali. Gayreti derya naib-i Taha hemşer Zehra Ali. Ali Ali Mola, yorulma yorulma Ali Ali. Beh beh beh. Ali bir de ucadan Ali Ali. Beh beh beh.
Ali Ali Mevla Ali 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 Mevla Kabe'de dünyaya geldin Ey emir rahber Olmayıp hiçbir kesim mevludu böyle müteber İlk göz açtığı peygamber nurine ettin nezer Çün bilirdin var behası Ya Ali ya Mürteza Xalq edib tanrım səni acizlərə qıl çarəsən Zulmü küfrü zülfü qarınla elə sədparəsən Var ümidim ruz məhşərdə müini çarəsən Şiənin sen xilası Ya Ali ya Mürteza Ya Ali ya Mürteza Ya Ali ya Mürteza şən və nazil olubdur Sure-i insan sənin vəsfini aləmlərə şərh eyləyir Qur'an sənin etməyə təfsir Qur'an hərf be hərf imkan sənin elmi Qur'anın dühası Ya Ali gel Mürteza Nimet Allah'san Olub qismət səadət bizlərə Rəhnumadır 11 övladın imamət bizlərə Seyyid Zarəm Əli Can Qıl şəfaət bizlərə Her kimin var iltiması Ya Ali el Mürteza Ali el Mürteza Ali el Mürteza Ali el Mürteza Elini gördüm elini Elini gördüm elini Elini gördüm elini Elini gördüm elini Başıma dönüm elini gördüm Behbe elini gördüm Elini gördüm Elini gördüm elini bir de elini gördüm Behbe Ses ve kurban elini gördüm Elini qəmberi gördüm yanında Güller açar dost bağında Musa ile Tur dağında Elini gördüm elini Musa ile Tur dağında Elini gördüm elini Elini gördüm elini Ses ve kurban elini gördüm
Əlini dağlara çıxdım, baxdım, çaylara döndüm, axdım. Dağlara çıxdım, baxdım, çaylara döndüm, axdım. Ürəyimi açdım, baxdım, əlini gördüm, əlini. Ürəyimi açdım, baxdım, əlini gördüm, əlini. Əlini gördüm, bəh bəh, əlini gördüm. Səs və qurban əlini gördüm. Yorulma, hələ oxuyacam. Əlini gördüm, əlini. Allah'ın her bir sözündə, Cəbrailin pak özündə, Rəsul-i Əkrəm gözündə, əlini gördüm, əlini. Allah təsbih deyəndə, düşmənə doğru gedəndə, Xeybəri dök fəth edəndə, əlini gördüm, əlini. Əlini gördüm, əlini. Əlini gördüm, əlini. Bəh, əlini gördüm. Bəh, əlini gördüm, əlini. Bir də əlini gördüm. Əlini gördüm, əlini. Əlini gördüm. Əlini gördüm, əlini. Doğdu vilayət günəşi aləmə. Doğdu vilayət günəşi aləmə. Yorulmamısan da yəqin. Hə? Bu fürsət, bu gözəllik, doğrudan bu xoşbəxtlik bir də nə vaxtsa bizə nəsib ola ya olmaya. Nə qədər ki Allah bu gözəlliyi bizə nəsib eləyib ki, onun həm dəyərin bilək, qədrin bilək və bilək ki, bu günləri biz kimin mövluduna gəlmişik, kimin adını zikr eləyirik. O ad ki, onu göydə mələklər zikr eləyir. İndi xoşsən halva ki, həmin o mələklər gəlirlər, sən Əli, Əli deyirsən, sən üzvü tumarlayırlar, sən Əli dedikcə. Xoş bizim halımıza. Həqiqətən o gözəlliklər ki, bizə nəsib olursa, Allah bu gözəllikləri bizə çox görməsin və əlimizdən almasın inşallah. İndi yenə deyirəm, nə qədər ki, burada ki, əyləşmişik bu günləri, mən ağalarımdan çox-çox üzr istəyirəm. Şəhriyar Hacıdan çox-çox üzr istəyirəm ki, bu qədər ki, Allah bu gözəlliyi bizə bəxş eləyib, and oladır Əlinin həqqinə. Burada oturduğu müddətdə ömründən ömür hədər olmaz, getməz. İndi xoş o kəsin halına ki, buradakı bu mənəviyyatı çölə çıxandan sonra da qoruyub saxlayaq inşallah. Bax, əsas hünər odur. İnşallah Allah onu bizlərə nəsib eləsin ki, nəsib eləyib zaten inşallah bu gözəlliklərin nəsib olmağından ötürü Muhammed salavat hədiyyə elə. Doğdu vilayət günəşi aləmə, saq gətir süzməyi can badəmə. Qəlbim onun adını der zəmzəmə. Ruhum ola zində denən, mən deyirəm sizdə deyin. Ya Əli. Maşallah o Əlidir adı fələkdən uca, taət o təqvadən mələkdən uca. Ay adı mümin gəl ürəkdən uca, bir dəfə ömründə denə. Ya Əli. Mən deyirəm sizdə deyin. Ya Əli. Mən ki dedim bir dəfə də eybi yox,
Sen onu zikreyle melekten de çok. Koy elini sevmeyenlere bu şuar olsun o. Şam-ı seher günde denen Ya Ali, ben deyirəm siz de deyin. Ya Ali, Ya Ali, 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 ya Ali. Ali, Ali, Allah'ın aslanı, Ali, hakikat dastanı, Ali, Fatime'nin canı, Ali, 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 Allah'ın aslanı, Ali, hakikat dastanı, Ali, Fatime'nin canı, Ali, 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 bah bah bah, Ali, Ali, uca, Ali, 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 Ya Ali, 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 Ya Ali. yetimler penağı, Ali, yetimler penağı, Ali, mezlumların ahi, Ali, müminlerin şahi. Ali, 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 yetimler penağı, Ali, mezlumların ahi, Ali. müminlerin şahi. Ali, 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 bah bah, Ali, 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 Ali. Xeyberi fetheden, Ali, düşmeni havreden, Ali, Resulü şad eden. Ali, 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 Xeyberi fetheden, Ali, düşmeni havreden, Ali, Resulü şad eden. Ali, 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 gər sevirsənsə əlini, nə ola bir can kimi sev. Gər sevirsənsə əlini, nə ola bir can kimi sev. O ki cananı xudadır, onu canan kimi sev. Eşq-i Mövlada Əbazər kimi səndən eləsək, Malik Əşdər kimi, Miqdad kimi, Səlman kimi sev. Əlidir rükni ibadət, Əlidir rişə-i din, onu sərlövhə-i təqva, sər-i iman kimi sev. Alıp ağuşa bir
Odur hər yerdə təcəllə, odur təfsir kitab, alıp ağuşuva bir Natiq-i Kur'an kimi sev. Əliyə rəğbət edib qeyri müsəlman nə qədər, sən isə öz ağanı əsli müsəlman kimi sev. Əlidir şiələrə roze-i Rizvan kapısı, aparan rah-ı behişten dəri ünvan kimi sev. Seyyida dildə o Mevlaya məhəbbət nə gərək, can fəda elə yolunda, kuzu kurban kimi sev, kuzu kurban kimi sev, kuzu kurban kimi sev. Ta nəfəsim var deyərəm ya Əli, ta nəfəsim var deyərəm ya Əli, can sənə qurban edərəm Ya Əli, can sənə qurban edərəm ya Əli. Aləmi imkan mənə gər naz edə, aləmi imkan mənə gər naz edə, mən də sənə naz edərəm ya Əli, mən də sənə naz edərəm ya Əli. Ali, 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 ya Ali. Ali, 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 ya Ali. Səs və qurban. Ali, Ali, ya Ali. Ali, 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 ya. Bundan da uca deyək. Ali, 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 Ali. Bəh, bəh. Ya Ali, 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 Ya Ali, 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 ya Ali. Çoxlar divane-i eşqindiler, mən vəli divane tərəm ya Ali. Mən demirəm layiqdər cağvəm, aşık şuridə sərəm ya Ali, aşık şuridə sərəm ya Ali. Ali, 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 ya Ali. Bəh, bəh, bəh. Ya Ali, 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 Ya Ali, 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 Ya Ali. Bir də Ali, 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 ya Ali. Ali, 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 ya Ali. Ali, 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 ya Ali. Verseler eşkünde mənə zərəcə, verseler eşkünde mənə zərəcə, bal əvəzində içərəm ya Ali, bal əvəzində içərəm ya Ali. Adımı görsəm yazılıb torpağa, adımı görsəm yazılıb torpağa, min yolu adı öpərəm ya Ali, min yolu adı öpərəm ya Ali. Ali, 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 Ya bəh, bəh, Ali, Ali. Ali, Ali, Ya Ali, 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 Ali. Ya Ali, 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 ya Ali. Yok bilirsen ömrülere etibar,
Yox bilirsən ömrülərə etibar. Bir günü mən də ölərəm ya Əli. Bir günü biz də ölərik ya Əli. Qəbrə qoyub hamı gedəndən sonra, qəbrə qoyub hamı gedəndən sonra, orada səni gözləyərəm ya Əli. Orada səni gözləyərəm ya Əli. Əli, 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 Əli ya bəhbəh. Ali, 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 Ya Ali, 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 Ya Ali, Ya Ali, Hər nə sual eyləsələr qəbridə, hər nə sual eyləsələr qəbridə, ayrı sözüm yox deyərəm ya Əli. Ayrı sözüm yox deyərəm ya Əli. Qəbrimin əvvəl gecəsi gəlməsə, qəbrimin əvvəl gecəsi gəlməzən, Fatimə canı küsərəm ya Əli. Fatimə canı küsərəm ya Əli. Əli, 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 Əli ya Əli, Əli, Əli. Ali, Ya Ali, 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 Ya Ali, 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 ya Ali, 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 Ali. Ya Ali, Ali. Muhammed Ali Muhammed salavat hediyeler. Hacıcan bəs eləyər, yoxsa davam eləyək? Can, oxuyaq mı? Bir də oxuyaq deyirsiniz. Can, buyur. Nəfəsini dər bir dəqiqə. Allah salamat eləsin Samir qardaşımızı. Allah ömrünə, nəfəsinə bərəkət versin. Amin. Samirin bu oxumağından sonra burada neçə vaxtı qalmışdı burada. Hacı Ələmdarın bir şeirisi düşdü yadıma. Onu inşallah deyəcəm burada. Allah ruhun şad eləsin Hacı Ələmdar Mahir. Əhl-i Beyt tərənnüm edilən ən məşhur şairlərimizdəndir. Ruhunu salavatla yad eləyək. Allahümme salli ala onsuz da Mövlanın adı ilə Həzrət Əli haqqında belə gözəl bir gedişlə səhərə qədər də burada otursaq heç kim deməyəcək yorulmuşam. Amma işə gedənlərimiz var, işdən gələnlərimiz var. Bunlardan nəzər olaraq bir dənə bu şeiri deyəcəm mən. Sonra inşallah Samir bir qısa olaraqdan tamamlayar. Sağ-ı insaf elə, eləsən nitq-i cühərbar açaram. Hacı Ələmdar Mahir yazır. Sağ-ı insaf eləsən nitq-i cühərbar açaram. Edərəm bəzi müəmmaları izhar açaram. Sinəmin sandığını olsa xeridar açaram. Şeir ilə mərtəbəyi Heydər kərrar açaram. Mən onun tərifinə bir dil şəhvar açaram. Gəldi təbim, yenə ilhamə gətir mey sağı. Qərəzim var mey edim nuş-i peyapey sağı. Varmı səndə məni məst etməyə bir şey sağı? İşq-i camın mənə lütf etsən əgər ey sağı, mürtəzadan sənə cuş etməli göftar açaram. Qulaq asmalı söhbət deyil eləyərəm sizə.
həsrəti meylə keçib ömrüm olub tən saqi. Tut əlimdən yetişim mətləbimə mən saqi. O qədər qəmliləri eyləmisən saqi. Mən deyən tək məni məst eyləyə bilsən saqi. Vəsmi Mövlada açıb deyil, sənə əsrar açaram, sənə sirlər açaram. Açmışam mən elə bir əhl-i vəfa söhbətini, Adəmə vacib olubdur ki, tuta hörmətini, verə bilməz onun hər şair olan qiymətini, bir rəcəzlə özü qoyub bildirə şəxsiyyətini, mən desəm düz demərəm, boş yerə bazar açaram. İndi bundan sonra Mövlanın öz dilindən deyir. Mən əliyəm yer üzündə elə bir şahəm mən, xilqətin sirrinə vaqif olan agahəm mən, yoxsula, sailə məzlumə ümidgahəm mən, yadda saxla adımı, bil ki, yadullahəm mən, xaspərəstdən əl atıb izn ola zünnar açaram. Çoxu məzlumə verib qani olan aza mənəm, nəfəsimlə çevirən qış gecəsin yaza mənəm. Bax, bunun bir sübutu deyib budur. Soyuq, yağış, şaxta, amma burada biz necə isti ürəklərlə oturmuşuq. Çoxu məzluma verib qani olan aza mənəm, nəfəsimlə çevirən qış gecəsin yaza mənəm. Həm şəriət, həm ədalətdəki əndazə mənəm, şəhri elmə bu həqiqətdir ki, darvaza mənəm, açmağa həm də bu darvazanı həmvar açaram. Nə qədər elmi var aləmdə sərasər bilirəm, Tövratı Həzrət Musaya bərabər bilirəm. İncili körpəliyimdən belə yeksər bilirəm, o kitablar ki, səmadan enib əzbər bilirəm, lövh-ü məhfuzda bir-bir nə xəbər var, açaram. Xeyli yüksəkdə durur mərtəbəmiz aləmdən, yetə bilməz ora bir kəs xələf-i Adəmdən, mən Məsihadan, anamsa ucadır Məryəmdən. Məni dünyaya gətirsin deyə naməhrəmdən onu gizlətmək üçün Kəbəyə divar açaram. Mən səxavət sözünü eyləmişəm dildə şüar, Hatəm-i tayı mənə qibtə edər leyl-ü nəhar, göstərəm dəmdə səxa, bilmərəm əsla miqdar, haq yolunda verərəm sailə süfrəmdən nə var, doğrayıb nəfsimi, imanıma iftar açaram. Maşallah. Olmuşam mən elə bir sevgilinin müştaqı, döndərib insana hökmü ilə qara torpağı, nuridən xəlq eləyibdir məni nur xəllaqı, gün çıxandan qabaq ol nur ki tutur afaqı, o mənəm sübhü durub aləmə rüxsar açaram. Saqiyə rəhm elə ver badəm mey vəhdətdən, bəlkə badəm bizi azad eləyə qəflətdən, qəmi dünyanı atıb qurtulalım zillətdən, mahirəm təbimə gər sayə düşə qüdrətdən, bu dili Həzrət Əli vəsfinə təkrar açaram. Allah rəhmət eləsin ustada, ruhu şad olsun, salavatla yad eləyək. Allah. Çox sağ ol Hacı. Can, çox sağ ol. Allah qəbul etsin. Çox gözəl belə tədbirlərimiz, belə mövludlarımız rəngarəng olanda daha da zinətli olur. Nə gözəl oldu ki, şair əvəzi Hacı gözəl şeir. Can. Şairimiz yoxdur. Allah hardadırsa Allah onun da. Bilirəm ki, bəlkə də başqa bir məclisdədir. Yox, əgər orada da olmasa bilirəm ki, qəlbi buradadır. Bu məclislərin həsrətini çəkənlər çoxdur. Vallahi
biz gələndə bu məclislərə o qədər iltimas eləyənlər olur ki, xüsusən də xəstələr. Bu məclislərdə xəstələrimizi ən başda dua eləyək. Düzdür, dualarımızın başında birinci İmam Zaman ağamızın zuhurunun təcilidir və sonra da xəstələrimizi dua eləyək. Öz canımızda olan xəstəliklər ki, Allah əleyhissalama xatir bu gecənin hörmətinə, ki bu gecənin Allahın yanında nə qədər hörməti var, biz onu bilmirik həqiqətən. O hörmətə xatir Allah cəmi xəstələrimizə şəfa versin. Və qəlbləri ki buradadır, Allah onlara şəfa versin ki, gəlsinlər belə gözəl məclislərdə öz vücudları ilə iştirak eləsinlər. Bu niyyətə ucalı sələvat hədiyyə elə. Lütfedip hey yegane Kabe'de geldi cihane, adını Ela'dan ayırdı o Ali Ela yegane. Aliye Mürteza sana canlar feda, azizi kibriya gelibdir dünyaya. Ali Mola meded, Ali Mola meded, Ali Mola meded, Ali Mola meded. Uca denen Ali Mola meded, Ali beh beh beh, Ali Mola meded, Ali Mustafa'nın yarı geldi, qəmgünü qəmxarı geldi. Cəngilər şiri gəlibdi, məhvedə bütlər gəldi. Ali şəmsi hüda, Ali nuri xuda, alı bağışına şad olu Mustafa. Ali Mola meded, Ali ses ve kurban. Ali Mola, Ali Mola meded, Ali beh beh, Ali Ali meded. Fatıma etti duanı, Kabe ayrıldı bir ani. Göz açıp fani cehane, öz anası hem zebani. Gelibdir aleme, vesidir hateme. Anası hemseri, adıdır Fatime. Ali meded, Ali ses ve kurban. Ali meded. Uca diye Ali Mola beh beh, Ali Ali Mola meded, Ali Mola meded. Sen canların cananesi, hak şeminin pervanesi. Sana canımız feda, sen canların cananesi, hak şeminin pervanesi. Müminler
ağası dertlerin davası diyey bunu müminler ağası dert davası Ali Ali Mola Ali 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 Mola Ali denen Ali Ali Mola Ali 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 Beh 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 uca Ali Ali Mevla Ali, Ey Ali Ali Mevla Ali, Ey sen dilimin rehberisen sen dillerin ezberisen sana canımız feda sen dilimin rehberisen sen dillerin ezberisen müminler ağası dertlerin davası müminler beh 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 Erin davası diye Ali Ali Mola Ali 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 Mevla Ali, Ali Ali Mevla Ali, Ey Ali Ali Mevla Ali, Ey la fetail la Ali La fetail la Ali La seyfeil la zülfügar müminler ağası ey dertlerin davası müminler ses ve kurban dertlerin ağası Ali Ali Mevla Ali, Ali uca Ali Ali Mevla Ali, Ey Ali Ali Mola Ali 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 Mola Ali Ya Heydar 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 Maşallah elə gözəl dinləyirsiniz, qulaq asırsınız ki vallahi istəyirəm elə xətm eləyim, görürəm ki elə bil oradan deyirsiniz ki davam elə. Hə? Davam eləyək, bir dənə də oxuyaq. Bir dənə də oxuyaq inşallah tamam olsun. Çünki bu yenə deyirəm qurban olum Allaha, bilmirik ki gələn il inşallah mövluda qalarıq, qalmarıq. Hə? Ömrümüz Allahın əlindədir. Allah inşallah bu məclisi ömrümüzün axırıncı yox, axarıncı məclislərindən qərar versin inşallah. Bir dənə bu niyyətə ucalı səlavat hədiyyə elə. Muhammed Ali Muhammed. Ya Heydar Ali Mola, Ya Heydar Ali Mola, Ya Heydar Ali Mola, Ya Beh beh beh, Ya Heydar Beh beh Ali Mola uca, Ya Heydar Ali Mola, Ya Eteğin etrili manendi fedeydi Ali Mola, Hasan'ın tekti Hüseyin'in de meleydi Ali Mola, Eteğin etrili manendi fedeydi Ali Mola, Hasan'ın tekti Hüseyin'in de meleydi Ali Mevla.
Əlvə busə vuran Xızırla Musa, ayağından öpən əlbəttə fələkdir. Əlvə busə vuran Xızırla Musa, ayağından öpən əlbəttə fələkdir. Ya Heydər Əli Mola, Heydər Əli Mola, ya Heydər Əli Mola, ya Heydər Əli Mola. Qurban olun bir də ya Heydər Əli Mola, ya bəh 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 ya Heydər. Hey sənə mən gül demərəm pər-pər olandı, sənə mən gül demərəm pər-pər olandı. Əli Mola sənə sultan demərəm nökər olandı. Əli Mola sənə sultan demərəm nökər olandı. Əli Mola yaraşır şən və tənha Əli Mola, Əli axır hamıya rəhbər olandı. Yaraşır şən və tənha Əli Mola, Əli axır hamıya rəhbər olandı. Ya Heydər Əli Mola, ya hey bəh 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 ya Heydər, ya Heydər Əli Mola. Bir də ya Heydər. Bir dənə dedi tamam olsun. Ya Heydər. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Ya Abel Hasan, ya Amir el-Mu'minin, ya Ali ibn Abi Talib, ya Hüccetallahi ala halqih, ya Seyyidina ve Mevlana, inna teveccehna ve isteşfa'na ve tevesselna bika ilallah ve qaddemnâke beyne yedey hacatina. Ya vecihen indallah, işfe lena indallah. Ya vecihen indallah, işfe lena indallah. Duayı ferec. Bismillahirrahmanirrahim. Allahümme kulli veleykel Haccet ibnil Hasan, salavatuka aleyhim ve ala abaih fi hazihi sah ve fi kulli sah veliyen ve hafizan ve gaiden ve nasiran ve dalilen ve ayna hatta tuskinehu arzaka tev'a ve tumetti'ahu fiha tevila birahmetike ya erhamer rahimin. Allahümme Allah Muhammed ve Ali Muhammed. İlahi ellerimizi dergahına kaldırmışın, naim sinemize kaytarma. İlahi seni ant veririm peygamber ali peygambere,
Günahlarımızı bağışla, dualarımızı müstəcəb qərar ver. İlahi səni yant verirəm, izzət-ü cəlalına bağışlamamış bizləri bu dünyadan aparma. İlahi səni yant verirəm, izzət-ü cəlalına əsgər yaralı, əsgər qardaşlarımız başda olmaqla cəmi xəstələrə acil şifa inayət eylə. İlahi səni yant verirəm, izzət-ü cəlalına övlad arzusunda olan ailələrimiz var, əməli salih övlad nəsib eylə. İlahi sürücülərimizi sağ salamat mənzilinə qovuşdur. İlahi əsgərlərimizi yerin göyün afatu bəlasından, düşmən gülləsindən, düşmən hiləsindən amanda qərar ver. İlahi qəlbimizin dərinliklərindən keçib dilimizə gətirdiyimiz, dilimizə gətirmədiyimiz dualarımızı müstəcəb, günahlarımızı əff eylə ya Rəbbəl aləmin. Allahım bu ibadətimizi, bu ziyarətimizi, bu dualarımızı Əmir-əl-Müminin Ali ibn Əbi Talib əleyhissalama olan məhəbbətimizi öz dəftərində qeyd elə ya Rəbbəl aləmin. Allahım bu günü, bu gecəni ömrümüzdən sonuncu qərar vermə. Allahım nə qədər əli və övladı əli məhəbbətin qəlbimizdə qərar ver. Allahım din-i İslam'a qüvvət ver. Dinin düşmənlərini islah olanlarsa islah et. Olmazlarsa məhv-i nabud et ya Rəbbəl aləmin. Allahım şəhidlərimizi Əli və övladı Əli ilə birlikdə qərar ver. Allahım şəhidlərimizin valideynlərinə, övladlarına səbr əyyub inayət eylə. Allahım şəhidlərimizin ruhlarını bizlərə duaçı, şəfaətçi qərar ver. Allahım Mevlamız İmam Zaman Aleyhisselamın təcili zuhurunu qərar ver. Bizləri ağanın zuhurunda dəyərli, layiqli iştirakçılar olmamıza qərar ver. Allahım ağanın zuhuruna qədər bir müsəlman olaraqdan, bir mömin olaraqdan üzərimizə düşən vəzifələrimizi əda etməyi bizlərə nəsib eylə. İlahi bizləri bağışlamamış bu dünyadan aparma. Bu dünyada Peyğəmbər Ali Peyğəmbərin ziyarətini, ahirətdə şifaətini bizlərə nəsib et ya Rəbbəl aləmin. Duayı fərəzini yekunlaşdıraq inşallah. Bismillahirrahmanirrahim. Allahümme kulli veliyikal Hüccet ibnil Hasan salavatuka aleyhim ve ala abaih fi hazihi sa'ah ve fi kulli sa'ah veliyen ve hafizan ve gaiden ve nasira ve dalilen ve ayna hatta tuskinehu erzaka tab'a ve tumatti'ahu fiha tabila برحمتك يا أرحم الراحمين اللهم صل على محمد وعلى محمد. Dualarımızın qəbul olması üçün salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. İmam Zaman ağanın təcili zuhru üçün salavat. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Gün və gün cəmimizin artması və şeytanın bizlərdən laimid olması üçün salavat. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Bu bayramı, bu eydi təşkil eləyiblər. Onların əziyyəti olub, zəhməti olubdur. Hər kəsin
bayramda onların da salametliği için salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Kərbala şəhidləri, öz şəhidlərimizin haqqında salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Hacı Eldəq ağa ömrə ziyarətinə gediblər sağ-salamat qayıtmaları üçün, həmçinin bütün ziyarətlərə gedənlərin sağ-salamat qayıtması üçün, ziyarətlərin qəbul olması üçün salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Kərbəlayı Şəhriyar söhbəti ilə bizləri şadlandırdılar. Həmçinin qardaşımız Kərbəlayı Samir gözəl səsi ilə bizləri feyziyab elədilər. Özünün, ailəsinin səlamətliyi üçün, elmlərinin, helmlərinin artması üçün salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Hər nə müşküllərimiz varsa, hər nə çətinliyimiz varsa, aradan getməsi üçün, hazətlərimizin rəva olması, xəstələrimizin şəfa tapması üçün salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Öz salametiniz için salavat. Allahümme salli ala Karacahan. Allah razı olsun. Kərbəlayı Vaqif müəllim dualar dedi, salavat seçi elədik. Hamı üçün dua etdi, amma özünə toxunmadı. Vaqif müəllim başda olmaqla nə qədər zəhmət çəkən operatorlarımız Seyid Mahirdir, Hüseyndir, Səxavətdir, xuddamımız Seyid Mahirdir. Çox əziyyətlər çəkibdi bu işi gündən bəri. Nə qədər əziyyət çəkən insanlar var. Kərbəlayı Samir qardaşımız Allah ömrünə, nəfəsinə bərəkət versin. Allah özlərinin, ailələrinin salamatlığını, dünyasını dəyişmiş əmvatlarının ruhuna salavat zikr eləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah qəbul eləsin, var olasın.